Etram bəy klubun prezidenti və himayəçisi səhv eləmirəmsə belə gedir. Fikirlərinə, rasional fikirlərinə yaxından tanış deyiləm. Amma adətən müsahibələrdə biraz obrazlı və pafoslu danışdığına görə, yəni sanki azarkeş obrazında danışdığına görə onun ideyalarından tanış deyiləm. Ona görə də uzaqdan belə bir fikirlərə adam gəlir ki, Etram Quliyev nəyə əsasən komandanın çempionluğu oynayacağını açıqlamışdı mövsüm əvvəlində və qəribə gəlmişdi biraz bu. Avrokuboklar uğrunda mübarizə desəydi daha real danışmış olardı. Hə, deyə bilərlər ki, bizim iddiamız böyükdür, amma nəyə əsasən? Həmin baş məşqçi idi Qurbanberdiyev, çox ciddi bir heyət dəyişikliyi sayca var idi, amma keyfiyyətcə yox idi və belə qeyri-qlobal bir layihə də yox idi, qeyri-adi addımlar və yaxud bir zaman keçimi də yoxdur ki, deyim ki, mən 3 il, 4 il keçib bir sistem üzrə artıq onun vaxtıdır və yaxud onun iş artılarını da vermirdi. Mən hesab edirəm ki, bu cür açıqlamaların verərkən klub prezidenti nə dərəcədə soyuqqanlı olur və yaxud planlı danışır. Əgər sırf azarkeşləri, biz bilirik ki, Tovuz azarkeşdir, Gəncə azarkeşdir və Lənkəran azarkeşdir, bunlarla asan deyil, yəni klubu idarə etmək. Və əgər azarkeşlərə yönəlik deyibsə, bu fikri heç nə deyə bilmərik. Amma rasional fikirdirsə və plan budursa, ideya həqiqətən də budursa, burada biraz mənə elə gəlir ki, bəlkə də Etram bəy biraz kobud çıxar deməyim, amma deməliyəm, reallıqdır. Bəlkə də Etram bəyi kimlərsə aldadıb və yaxud özü buna inanıb. Çünki reallıqla uzlaşmayan bir vəziyyətdir. Bu dəqiqə sabah belə Qarabağla çempionluq mübarizəsində hələ tam hazır deyil. Nəinki Turan Tovuz. Daha yaxşı büdcəyə malik Neftçi, düzdür, vəziyyət orada bərbaddır. Amma Turan Tovuzun belə danışmaqları, daha doğrusu Etram bəyin bu cür şuar tipli ifadələri, mən elə bilirəm ki, həm Qurbanberdiyevi, həm də komandanı bəzən lazımsız təzyiq altına salır. Çempionluq uğrunda oynamaqla bizim potensialımızın arasında, iddiamızla potensialımızın arasında uçurum deməyim, çox böyük bir fərq var. Bu da elə bilirəm ki, komandanı əzir. Ondan başqa, çox sevindik ki, stadionun ot örtüyü meydançadan dəyişildi və oradan da artıq göründü ki, klub da biraz səriştəsiz və təcrübəsizdir. Ot örtüyü dəyişilib, çox böyük xərc çəkilib ora. Amma yararsız vəziyyətdədir, keyfiyyətli vəziyyətdə deyil. Hələ və mənə də qəribə gəlir ki, daha yaxşı iqlim şəraitinə malik, yəni biraz da olsa daha yaxşıdır, çox ciddi fərqi yoxdur. Qəbələdə superdir, kökünü necə qoyublarsa hələ də pozulmur o ot örtüyü. Amma niyə burada alınmadı, Bakıda alınmır, Tovuzda alınmır və s. və s. Mən elə bilirəm ki, bu məsələdə tələsmək lazım deyildi. Elə ot örtüyünün vaxtından əvvəl açılması və o çempionluğa oynamaqlar kimi kompleks ifadələri bir yerə toplayanda belə bir qənaətə gəlmək olur ki, deyəsən Etram bəy doğrudan da azarkeş kimi danışır və azarkeş kimi də düşünür, idarə edir. Yəni, sırf azarkeş kimi, emosiyalara bağlı və ora qapılıb. Amma rasional olsa mən düşünürəm ki, onun təcrübəsi var, çünki kifayət qədər uğurlu iş adamıdır və futbol adımına, məsəl üçün Bakıdakı bazanın tikintisi və s. Bu cür keyfiyyətli addımlar, rasional addımları da var. Amma sırf Turan Tovuzla bağlı bəzi addımlar mən elə bilirəm ki, azarkeşlərə xoş gəlmək üçün atılır və nəticədə, belə deyim də, tutalım, bax, bir misal çəkəcəm. Onlar Ayxan Abbasovla davam eləsəydilər, tələsməsəydilər, gözlənməz dəyişiklik oldu. Mən elə gəlir ki, indi Turan Tovuz daha yaxşı vəziyyətdə ola bilərdi. Nəticələrini tam deyə bilmərəm, bəlkə üçlükdə olardı. Amma daha sistematik, daha gələcəyə yönəlik deyək ki, 2 il sonra, 1 il sonra daha yaxşı nəticənin işartlarını verə bilərdi. Amma Qurbanberdiyevlə o işartları görmürük. Birincisi, bax, azarkeşlər artıq istifa şuarı səsləndirib və hətta artıq Qurbanberdiyevin yerindən müəyyən məşqçi adları çəkilir. Bu birisi nə deməkdir? Turan Tovuz kimi qapalı, yəni bir bölgə klubu da, yəni qapalı çevrədə olan, yəni böyük çevrəyə malik olmayan klub, azarkeş kimi nəzərdə tutmuram. Mən klub çevrəsini nəzərdə tuturam. Belə yerlərdə əgər azarkeş istifa səsləndirirsə, bu təsadüfdən olmur əksər hallarda. Demək ki, klub daxili hansısa ab-hava sirayət edib tribunaya. Və bu da təəssüf edici məqamdır. Əgər sən Ayxan Abbasovu göndərib yerinə kifayət qədər ödənişli və böyük nüfuza malik bir məşqçi gətirirsənsə, bunu sən böyük layihən eləməliydin. Böyük layihən eləmirsən və indi də Qurbanberdiyev doğrudan da göndəriləcəksə mənə təəccüblü gələcək və bu o deməkdir ki, klub artıq ciddi deyil, popsa addımlar atır. Və belə addımlar atan klub da heç vaxt nəinki çempionluğa heç sabit nəticələrdə nail ola bilməz.